Bugün 5 noyabr 2025-ci il tarixində Azərbaycanın mühüm təbiət incələrindən biri olan Samur Yaloma Milli Parkının yaradılmasına 13 il tamam olur. Milli Park 2012-ci il noyabrın 5-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılıb. Ərazisi Xaçmaz rayonunun Xəzər sahili zonasını Samur-Şabran ovalığını əhatə edir. Təbiət kompleksinin əsas landşafını meşə və düzənlik ekosistemlərini təşkil edir. Burada zəngin flora və fauna müxtəlifliyi mövcuddur. Parkın ərazisində düzən ağcaqayını, uzun saplaq və gürcü palıdı, şərq fıstığı, adi göyrüş, adi qızılağac, kiçik qarağac, uzun yarpaq, tozbaş, səhləb, adi əzgil, meşə çiyələyi kimi ağac və bitki növlərinə rast gəlinir. Fauna növləri arasında qamışlıq pişiyi, çöl donuzu, çapaq, kütüm, həşəm kimi heyvanlar geniş yayılıb. Park həm nadir və qorunan növlərin sığınacağı sayılır. Burada gözəl, zəfəran, Qafqaz xarı bülbülü, qışlayan, qatır quyruğu, tükcüllü palıd, Avropa vaşağı, Avropa cüyürü, böyük qırğı, imperator qartalı, çöl meymunu, fısıldayan quşu və dəniz sıfı kimi nadir növlər mühafizə olunur. Samur Yaloma Milli Parkı Azərbaycanın təbii irsinin qorunmasında və ekoloji tarazlığın saxlanılmasında mühüm rol oynayır. Dilbər Vüqar qızı, Bölgə TV.